Salam. Xoş gördük əziz izləyicilərim. Xeyli vaxtı YouTube'a mən videolar qoya bilmirəm. Amma belə hiss edirəm ki, indi üzümə qulluq eləməyin sezonudur və insanlar biraz çətinlik çəkirlər. Mən düzdür bu videonu YouTube'a qoymuşdum. Amma istəyirəm indi YouTube'a qoymamışdım, bunu TikTok'a qoymuşdum. İndi istəyirəm YouTube'da olan izləyicilərim də bundan istifadə eləsinlər. Onu deyim ki, əvvəldən axıra qədər istər üzümə qulluq və onun müalicəsi üçün bildiyim qədər bəzi məsələləri sizin nəzərinizə çatdırmaq istəyirəm. Deməli, üzümü quru budamadan başlayaq. Quru budama üzümçülüyün əsasını qoyan məsələdir. Ən uyğun vaxt quru budama üçün yanvarın sonu, martın əvvəlidir. Deməli, güclü şaxtalar bitəndən sonra həm də üzümdə hələ üzümün oyanmasın, çünki oyananda şirə axımı, ona üzümün ağlaması da deyirlər, olmasın. Ona görə həm şaxtalar keçsin, həm də üzümü hələ oyanmamış quru budamanı aparmaq məsləhətdir. Budamada 3 əsas məqsəd var. Birinci, məhsul zoğları seçmək. İkinci, tənəyi formaya salmaq. Bir də ki, deməli, yükləməni tənzimləmək. Nə qədər ağac bar verməlidir, o yükləməni tənzimləmək. Məhsul ancaq birlik zoğlarda olur, bunu bilməlisiniz. Keçən ilin zoğlarından seçib saxlamaq, qalanların hər şeyi kəsmək lazımdır ki, budama bitsin. Deməli, budama necə aparılmalıdır? Zəif tənəkdə 4-6 göz, orta tənəkdə, orta inkişaf etmiş tənəkdə 6-8 göz, güclü inkişaf etmiş tənəkdə isə 8-12 zoğ saxlamaq yaxşıdır. Elə ən yaxşısı 6-8 göz saxlamaqdır. Deməli, bir uzun zoğ meyvə üçün, yəni 6-8 göl saxlamaq lazımdır. Bir də onun yanında qısa zoğ 2 göl saxlamaq lazımdır ki, bu da gələn ilin məhsulu üçün vacib olacaqdır. Yaşıl budama isə aprel aylarında zoğlar 10-15 santimetr olanda, may-iyun aylarında aktiv dövrdə yaşıl budama aparılmaq lazımdır. Bir də iyulda tənzimləmə mərhələsidir. Burada yaşıl zoğları tənzimləmək lazımdır iyul ayında. Məqsəd, deməli, havanın yaxşı axması, bir də günəş işığı, bir də xəstəliklərə qarşı mübarizə aparmaqdır. Ucvurma isə iyun-avqust aylarında izləyicilərimizdən bəzisi soruşurlar ucvurmanı nə vaxt aparaq? İyun-avqust aylarında tənəyin ucu 10-15 santimetr vurulur ki, bu da qida maddələrin tənəyin uzanmasına yox, məhsulun ya gələcəkdə ya da indiki dövrdə məhsulun artmasına, gilələrin böyüməsinə xidmət eləsin. İndi üzümçülükdə xəstəliklərdən danışaq. Əvvəla bunu deyim ki, unlu şey xəstəliyi, buna oidium xəstəliyi də deyirlər. Aprelin sonu, bir də mayda temperatur 20-30 dərəcə ilıq hava olanda bu xəstəlik baş qaldırır. Əlamətləri necədir? Yarpaqda ağ, un kimi toz. Zoğlarda boz örtü, gilələrdə çatlama və pis qoxu. Buna qarşı kükürt tərkibli dərmanlar 7-10 gündə, hər 7-10 gündə
səpmək lazımdır. Kükürt tərkibli dərmanlar deyəndə elə kükürt tozunun özünü də bir kaprun coraba töküb əllə və yaxud bir çubuğa keçirib həm onu ancaq bir şərtlə sərin havada və yarpaqların üstü nəm olanda bu kükürdü, deməli şex olanda kükürdü səpmək lazımdır. Kükürt tozunun özünü. Əgər kükürt tozunun özünü tapa bilmirsinizsə, deməli tilt adi ampulalarda olur. Tilt bir də topaz. Bu dərmanlardan da istifadə eləmək olar. Əgər bu dərmanları əsasən oydüyümdən söhbət açanda dükanlarda bu iki dərmanı verirlər. Tilt və topaz. Topaz onların üstündə 10 litr yazıblar, 10 litr suya. Siz 8 litrə qatsanız yaxşı olar. Bir də əgər bu dərmanlardan başqa da istəyirsinizsə, mikrotihol və də Kumulus DF, bir də ki sulfur 80, bu dərmanlardan da istifadə etmək olar. Ancaq bir şərtdən 7-10 gündə təkrarlamaq lazımdır. İkinci isə deməli yalancı unlu şey xəstəliyidir. Buna mildew də deyirlər. Bu dərman deməli yalancı unlu şeyə qarşı mis tərkibli preparatlar. Əsasən bordo mayesi 1%'li bordo mayesindən istifadə eləmək lazımdır. Bordodan əlavə şampiyon, sperkosat və yaxud Kocide 2000, bir də Nordax, bu dərmanlardan da istifadə etmək olar. Yalancı unlu şey, buna mildew də deyirlər. Buna qarşı tez deməli tədbir görmək lazımdır. Çünki bu dərmana qarşı gecikmələr olarsa, bu xəstəliyə qarşı gecikmələr olarsa, deməli mildew tez bağı və ya tənəyi basa bilər, özü də tez yayılan bir xəstəlikdir. Deməli, amma mildewyə qarşı müalicə aparılan sonra yayın ortasında bu boz çürümə deməli məhsulun əksər hissəsini apara bilir. Buna qarşı deməli yayın ortasında boz çürümə iyulun sonu, iyulda xüsusən bu xəstəlik olur. Bunu da əgər üzüm talvardadırsa gilələrdə yumşalma olur. Bir də boz kif və salxım çürüyür. Bunun əlamətləri budur. Müalicəsi çox vacibdir. Yarpaq seyrəltməyi, havalanmanı yaxşılaşdırmaq vacibdir bu boz çürüməyə qarşı. Bir də dərmanlarda deməli boz çürüməyə qarşı switch tərkibi dərmanlar, deməli Botrytis xəstəliyinə qarşı dərmanlar lazımdır. Əsasən switch tərkibli preparatlar. Bunlar Teldor'dur, Santos'dur, ondan sonra Sprodinil, bir də Fluhodinil, plus Fluhodinil. Bir də əvəz edici dərmanlar buna qarşı Sumblex, bir də Rovral. Bu dərmanları da istifadə eləmək olar. Əgər qısa desək, boz çürüməyə qarşı deməli başlanğıc üçün Pyrus. Bu xəstəliyə əsas zərbə vurmaq üçün deməli switch tipli dərmanlar, bir də Supradinil plus Fludoxinil. Bu xəstəliyə əsas zərbə vuran bu dərmandır. Supradinil plus Fludoxinil. Bir də ki, axırda bu gilələrin deməli yetişmə dövrü, deməli gilələr yetişmə dövründə fenhexolid dərmanı da istifadə etmək lazımdır, gilələrin yetişmə dövrü. Əgər bu müalicələr, bu tədbirlər görülsə, mən elə bilirəm ki, artıq üzümçülər öz üzümünü xilas etmiş olarlar. Salamat qalın, bağınıza bərəkət.